Gəl ki sənlə can bir olaq, mən də hər gün görüm səni. Bu hicrana bir son qoyaq, mən də hər gün görüm səni. Pəncərəmdə dibçək təki, dibçəkdəki çiçək təki. Çiçək üstə ləçəkdəki, mən də hər gün görüm səni. Çox gözəl misralardır. Bu misraların da təbii ki müəllifi biz yox, Akşin Hacızadədir. Hazırda studiyamızın qonağıdır. Sabahınız xeyir, xoş gördük. Düzdür, Akşin müəllim deyir ki, mənə şair kimi yox, həvəskar şair kimi təqdim edin. Bunun səbəbini özü açıqlayacaq, biz yox. Xoş gəlmişsiniz Akşin müəllim. Çox sağ olun Pərvin bəy, Asiya xanım, çox sağ olun. Təşəkkür edirəm dəvətiniz üçün. Öncə qeyd edim ki, bu kanal mənim üçün doğma kanaldır. Çox əziz kanaldır. Və bu mənim bu kanalda artıq bəlkə də ona yaxın olaraq iştirakımdır. Bu mənada sizlər mənim üçün çox əzizsiniz. Rəhbərlik başda olmaq şərtinə sizlərə təşəkkür edirəm bu dəvətiniz üçün. Və bu fürsətdən istifadə edib bu günləri bizləri dinləyən bütün tamaşaçıları salamlayıram. Sabahları xeyirli uğurlu olsun inşallah. Şeirlə başladıq təqdimata. Çox sağ olun. Bu da mənim üçün böyük dəyərdir, böyük hörmətdir. Şeirlə başladınız və mən biraz tarixçiyə, keçmişə qayıdım. Asiyel xanımın aparıcılığı ilə mən şənbə səhərində qonaq oldum. İkinci dəfə idi onda iştirak edirdim. Asiyel xanım onda da məni şair kimi təqdim elədi və onda mən qeyd etdim ki, mən şair deyiləm. Pərvin bəy, düzdür, kitablar da ortadadır, deyə bilərsiniz, bəs bu nədir? Mən şeir yazıram, mən şair deyiləm. Şeir yazan şair olmur? Mənim zənnimcə yox. Nə mənada yox, nə mənada yox, qoy deyim. Əslində bu kitablar, bu şeirlər mənim öz fikirlərim, öz duyğularım, öz istəyərimdir, özümün problemlərimdir, özümün dərdlərimdir. Şair öz dərdini yazmaz. Şair ümumbəşəri problemlərdən yazar, ümumxalq qayğısından, dərdindən yazar. Hələ o zirvəyə çatamıram, hələ o yola düşə bilmirəm. Bu mənada bu mənim qüsurumdur. Siz duyğularınızdan yazırsınız. Bəli, öz duyğularımı yazıram. Bu mənada və başqa bir şeirimdə də. Bir neçə o, belə deyək, sualınıza cavab olaraq bir neçə şeirlər var, səsləndirə bilərəm. Buyurun, buyurun. Təbii ki, şair öz sözünü qələmiyə aldığı şeirləri ilə daha çox çatdırmaq sevir. Mən əslində o zamanki verilişdə də qeyd etmişdim ki, bir parça söyləyəcəm, bütövlükdə təkrarlamaq istəməzdim. Belə ki, 5-10 kəlmə söz ilə şair olmaq olarmı? Dəyərsiz söz millətin yaddaşında qalarmı? Zəlimxanın olan xalq məni şair sanarmı? Şeir səltənətində vardısa Məmməd Araz, məndən şair olanmaz, mənə şair deməyin. Böyük dahilər var, böyük şairlər var. Onların cərgəsinə qoşulmaq üçün hələ mənim gedəcəyim çox yollar var. Bu mənada mən özümü şair hesab etmirəm. Amma bu mənə gendən gəlmədi, Pərvin bəy. Mən yenə qeyd edirəm, Asiyel xanım da digər verilişdə də qeyd etmişəm. Mənim nəslim, köküm şairdir, şairlərdir. Babam da şair yazıb. Hətta mənim atamın ana nənəsi belə bayatılar yazıb. Belə deyim, rəhmətli Əziz Cəfərzadənin 1982-ci ildə nəşr etdiyi o kitabında da onun haqqında qeydlər var. Yəni bizə gendən gəlmədi, atam şair olub. Ancaq Akşin müəllim, mən bir söz deyim də, bu bir istedaddır. Yəni biz yaza bilmiriksə, siz yazırsınızsa, demək ki bu həqiqətən bir istedaddır. Və nə qədər də olmasa, bax ailənizin o qədər üzvü var. Niyə məhz Akşin müəllim yazır? Bir bacım da yazır, Zülfiyə müəllimə var bacım. O da hərdən yazır. Yəni, əslində nədənsə bu qadında da bir o qədər də belə işlə mi deyək, ailə problemlə bağlı alınmır. Yaxud da alınanda da həssas nöqtələrə toxunur o. Var, bəli. Qadınlar tamamilə belə deyək də, kişi şairlər kimi tam olaraq hisslərini açıqlaya bilmirlər şeirdə. Bu reallıqdır, bu həqiqətdir. Bəs yaxşı, bax belə deyirik, siz tam səmimi şəkildə qeyd edirsiniz ki, mən özümü şair adlandırmıram. Ancaq gündəmdə olan insanlar var ki, yaşları da azdır. Bax, verilişlərdə dəfələrlə qonaq olurlar. Biz soruşanda ki, sizi necə təqdim edir? Çox rahat şəkildə şair, şairə, filankəs, filankəs. Hər kəsin təbii ki... Gənclərə münasibətiniz necədir ümumiyyətlə? Hər kəsin təbii ki, öz fikri var, özünün qiymətləri. Amma mən özümə dəyərim üçün onu çatdırmalıyam, deməliyəm. Biraz düşünürəm ki, mən bizi izləyirlər, nöqsanlar tuta bilərlər bu mənada. Qaldı ki, Facebook səhifəsində, sosial şəbəkədə də bax beləcə çoxları var, sizlər deyən kimi. Hətta oxuyursan, ümumiyyətlə şeir stilinə uyğun gəlmir. Şeirin də bir qaydası var, yonu var, çərçivəsi var. Çərçivədən çıxa bilməz. Tutaq ki, sərbəst şeir yazırsansa, sərbəst şeirin özünün də bir yolu var. Qoşma stilində aşıq, klassik üslubda yazırsansa, Cərayilinin özünün üslubu var, heca vəzini var burada, hecalar var, artıq əski ola bilməz. Tutaq ki, biri qoşma yazır, 11'lik olmalıdır.
Sətrin birində 9 heca yazır, birində 12 heca yazır, ümumiyyətlə oxun gəlmir. Və o da deyir şairəm, amma mən ümumiyyətlə qəbul eləmirəm özümü şairə salım. Xoş gün üçün zər atmıram bəxtimə. Bəxt talehi yazan varsa mən kiməm? Fələk təkin ağı qaran eyləyib yazılanı pozan varsa mən kiməm? Olubdur bəd işim, xeyirlərim də. Demirəm nəticəyəm əməllərimdə. Allahın əmri ilə çiyinlərimdə yaxşı pisi yozan varsa mən kiməm? Hər çiynimizdə deyirlər ki, bir məlakə var, sağ çiynimizdəki sağ əməllərimizi, saf əməllərimizi. Yəni bu mənada sonda yazıram ki, olsa da şöhrətim oldu sanında, akşinəm, dinmərəm, ustad yanında. Sənət meydanında, söz meydanında Ələsgər tək ozan varsa mən kiməm? Ələsgər də şair olsun, yazın akşin də şair. Bu mənim üçün deyib. Mən öz istərimi, öz duyğularımı yazan bir söz həvəskarıyam, poeziya həvəskarıyam. Bax, şeirlərinizdə Zəlimxan Yaqubun adını çəkdiniz, Aşıq Ələsgəri qeyd etdiniz. Məmməd Araz. Bəli, fikirləşmirsiniz ki, yəni özünüzü həddindən artıq belə sadə təqdim etməklə şeirlərinizdən bir tamaşaçı diqqətini uzaqlaşdıra bilərsiniz? Bəlkə də o elə də ola bilər, amma elə düşünmürəm nədənsə Pərvin bəy. Düşünürəm ki, məni belə deyək də... Yox, göründüyü qədər də sadə deyilmiş. Yəni şeirlərinizi vizit kartınız kimi görürsünüz. Valla bilmirəm, mən onları sevirəm, klassiklərimizi həddindən artıq, hamısını oxuyuram. Zəlimxanı, Nəriman Əsənzadəni, Məmməd Arazı, belə çox şairlər deyə bilərəm. Onların qarşısında özümü baxıram ki, yox, mən o sözü, o adı üstümə götürə bilmərəm. Bu mənada, belə. Bax, bəs yaxşı, deyirsiniz ki, oxuyuram, görürəm ki, qafiyələr uyğun gəlmir, ümumiyyətlə. Sərbəst şeir kimi sərbəst şeir deyil, qoşma kimi qoşma deyil. Bu gənclər, ümumiyyətlə gənc yoxdur, elə orta nəsil nümayəndəsi olsun, lap yaşlı nəsil nümayəndəsi olsun, hər birində bu problemlərlə biz rastlaşırıq. Yəni, özümüz oxuyanda da bizə də xoş gəlmir nələrsə. Kimləri oxumalıdırlar, kimlərdən bəhrələnməlidirlər, nə etməlidirlər ki, bu səhvləri aradan götürsünlər, kimdən məsləhət almalıdırlar ümumiyyətlə? Aysel xanım, sosial şəbəkə elə bir dünyadır ki, kimisə qarşısına veto qoya bilməzsən. Hər kəs öz fikrini sərbəst şəkildə deyir, azadlıqdır, söz azadlıqdır. Və ora çıxanların da ki, mən qarşı hamısı bu demək deyil ki, ədəbiyyat yaradırıq. Çoxları bəzən o, belə deyək, nöqtəyə toxunurlar ki, bəxt dediyim o nöqsanları sadalayırlar. Amma kiməsə onu demək də düzgün deyil. Çünki o adam ədəbiyyat yaratmır. O səhifədir, yaradıqdır, sabahlar o səhifə sına da bilər, olmaya da bilər və belə deyək də fikirlərini yazır. Səhv şəkildə ya necə. Bu mənada o barədə heç narahat olmağa dəyməz. Ədəbiyyat buradan yayılır. Efir məkanına bax elələrinin çıxmasının qarşısını almaq, bu daha doğru olar. Onda belə düşünürəm ki, problemlər yaşanmaz. Yəni siz də deyirsiniz ki, hər şey yenə televiziyaların, radioların üzərinə düşür. Efir, bəli. Mən o mənada bayaqlar dedim, mənə doğma olan kanaldır. Bu kanal, belə deyəm, bilmirəm, nə cür qarşılayacaqlar fikrimi, vətənpərvərlik mövzusunda əsasən də bu kanal etdiyini heç bir kanalda görməmişəm. Bax, mən kitabı əlimə alıram, hər hansı bir kitabı oxuyanda, orada yazılır kitabın müəllifi kimdir, redaktoru kimdir, kim nəşr etdi. Bəs bu kitabı nəşr edən zaman redaktorun adı orada niyə boşu-boşuna yazılır ki? Redaktor o şeirlərə nəzarət etmir, o problemləri həmin insanlara çatdırmır ki, yəni siz oxucuların zövqünü körləyə bilərsiniz. İndi çox gözəl bir məqama toxunmuşsunuz, düzdür. Mən düşünürəm ki, var elə problemlər, var. O da nəşriyyatın özünün səhvliyidir. Yəqin ki, hər bir sahədə nöqsanlar baş verir, o da hansısa bir nəşriyyatın. Amma düşünürəm ki, belə də işinə, adına hörmət qoyan hansısa ciddi bir nəşriyyat o səhvləri yol verməz. Və yaxud da belə də ola bilər ki, bu redaktor, yəni, bəlkə də bir neçə müəlliflə mübahisəsi olub, gəl burada nəsə bir dəyişiklik edək deyib, şair dəyişdirməyib, yox, mən bu şeiri belə görürəm. Yəni, burada uyğunluq var, uyğunsuzluq var. Bəlkə də ondan sonra deyək ki, yox, artıq mən bu işlərə qarışmayacağım. Redaktorların həm də əksəriyyəti Qızıl Qələm mükafatı laureatı olurlar. Araz Yaquboğlu çox, belə deyək, bacarıqlı, çox savadlı bir şəxsiyyətdir. Çox, belə deyil, mənim öz həmkəndlimdir, öz yerlimdir, qohumlarımdandır. Folklorşünasdır. Və haradasa mən deyərdim ki, bəlkə də 20-dən artıq kitabın redaktorudur, toplayıb nəşr edir. Məsləhətləşirsinizmi onunla? Mən tam olaraq yazılarımı verirəm ona. Yəni sağlam şəkildə qəbul edirsiniz iradları da. Mən hətta dünənləri bir verilişə qulaq asdım, Aysel xanım.
veriliş Space kanalından yayımlanırdı. Köhnə tarixdə olan bir veriliş təkrar gedir. Nərman Həsənzadənin adı ilə Allah ömür versin. Buradan salamlayırıq böyük şairimizi. Hətta Nərman Həsənzadə orada redaktorla bağlı fikirlərini çatdırır ki, mən yazılarımı verirəm, redaktor lazım olan yerdə redaktasını eləyir. Ümumiyyətlə hər zaman belədir. Bax biz özümüz verilişləri montaj edirik. İnsan beyni o qədər yorulur ki, nəyəsə gözdən qaçıra bilər. Onda o zaman başqa bir həmkarımıza müraciət edirik ki, mən dəfələrlə olub ki, bax elə həmkarım Pərvinə və yaxud verilişlərimizdə redaktor Elgiz var. Ondan xahiş etmişəm ki, yəni olarmı ki, sən nəzarət eləyəsən məndən sonra nəsə gözündən yayına bilər. Eləcə də yazılarda yazırıq. Bir anda artıq çap olunanda baxırsan ki, yox, nəysə yadından çıxıb, nəyə sonra əlavə etməmsən. Bunlar olmalı. Bugün hansı şeirləri işləyəcəyik? Yeni nələri qələm almışsınız ümumiyyətlə son görüşümüzdən bu yana? Elə çalışıram ki, son şeirlərdən səsləndirim. Biraz da belə deyək, dəvətinizə ləngidim, dedim. Payız fəsilidir. Müəyyən mənada payız şıltaqlıq eləyir, bəzən səhhətimizdə problemlər yaranır. Allah hər kəsə can sağlıq versin. Bu mənada səhhətimlə bağlı biraz ləngidim. Hətta axşam düşünürdüm ki, ola bilər ki, gedə bilmərəm, bu məni çox narahat eləyirdi. Bu mənada biraz yatıb qalmışam, ləngimisəm və yatmağımın da səbəbləri var. Düşünüb o vaxtlar olub keçəni, xəyalım keçmişə apardı məni. Bu gecə bu qədər düşündüm səni. Bu gecə yuxuma niyə gəlmədi? O zaman ömrümə, bəxtimə təndin, 10 illər öncədən çıxıb gedəndin. Bütün arzularım sənə idi, səndin. Çıxıb da özünə yiyə gəlmədin. Yox dedin, ümidi üzmədim yenə, var idin. Varlığın bəs idi mənə. Nə qədər gəl dedim, yalvardım sənə. Mən adlı bu fağır bəyə gəlmədim. Akşinəm, tək səni sevdim əzəldən. Gəlişi ummadım qeyri gözəldən. Gəlmədin, gəlmədin. Bari söyləsən, mən kasıb şairəm deyə gəlmədin. Bu gecə yuxuma niyə gəlmədin? Bax, bu gecə o yuxunun səbəblərindəndir ki, deməli, kimsə yuxuda sizi yaman nigaran edib ki, siz yatıb qalmışsınız. Gözlədim ki, yuxuma gələr, bu mənada gəlmədi, yatıb qalmışım. Düzdür, deyirsiniz ki, təkrar olmazsan, ancaq sizin ki bir şeiriniz var, sizin evdə qonaq olan qız. O şeiri mən eşitmək istəyirəm. Bu kitabı da mənə hədiyyə o şeirə görə vermişdi. Çünki həqiqətən şeirə bir anlıq aşiq olmuşdum Pərvin. Görün orada Akşin müəllim hisslərini necə büruzə Şeirin adı necə idi? Özü daha düzgün deyər. Bizdə qonaq bir qız vardı. Buradan xahiş edirəm, onu mən belə də yazbər şəkildə deyəməyəcəm. Ona qədər bir şeir səsləndirim, yeni bir təzə bir şeir səsləndirim. Buyurun, bizdə qonaq bir qız vardı. Pərvin bəy onu mənə çatdırınca, mən o şeiristlərə yeni bir şeirlə yenə deyirəm, təzə şeirlərdəndir. Qayıda bilmərik ötən illərə, ötən arzulara biz dönək bəlkə. Son qoyub sükuta yenidən gülüm, o arzu diləklə biz dinək bəlkə. Üzündən göz yaşını silməkdən ötürü, sevincin dadını bilməkdən ötürü, bir ortaq məxrəcə gəlməkdən ötürü axtarıb düz həlli öyrənək bəlkə. Heyf gülüm, heyf gənclik yaşına, tez tuş gəldik biz həsrətin daşına, qoyduq özümüzü dağın başına, verib də əl-ələ biz yenək bəlkə. Necə düşübsə dodağa dilə, Leyli tək, Məcnun tək, biz də bax elə, bu yaşda, bu sevda, bu istək ilə, düşək dodaqlara, söylənək belə, ötən arzulara biz dönək bəlkə. Duyğularım da fikirlərim. Şair olmaq nə gözəldir. İnsan hisslərini, daxilində yaşadığı o əhval-ruhiyyəni qələmə alır. Yenə belə deyim də, kiməsə nəyisə çatdırır. Bir də var ki, içində sıxıb bəlkə də gizlədirik, bəlkə də etiraf etmirik. Çox vaxt bəlkə də yaşadıqlarımızdan utanırıq, utandırırlar. Yeri gəlmişkən bütün duyğuları yazmaq mümkündür, yoxsa yenə daxildə qalan nələrsə olur? Əgər o, bəli, bacarığın varsa yazırsan, mən əslində yazıram. Elə fikrimə istəyirəm, onunla bağlı nə gəlsə elə yazıram. Yeri gəlmişkən, bu şeyləri mənə yazdıran belə deyək, o İlham Pərisinə eşq olsun. Aha, yəni o İlham Pərisi indi hal-hazırda mən bir sual düşündürdü də məni. Sizin yaxınlığınızdadır, yoxsa uzaqlığınızda? Deyəmmərəm, nə yaxındır, nə uzaqdır, hələ özüm də bilmirəm. Çox dərinliklərə getməyə Aysel xanım. Bizdə qonaq bir qız vardı. Bizdə qonaq bir qız vardı. Sanki bizdə ulduz vardı.
Nur saçardı evimizə, hər gələndə o qız bizə. Mənlə şirin danışardı Pərvin bəy, küsüb hərdən barışardı. Doymaz idim söhbətindən, söhbətinin ləzzətindən. Bizdə qonaq bir qız vardı, qız deyirəm, qar qız vardı. Gözəllikdə yoxdur tayı, tay bilməzdim günü, ayı. Hər baxanda gözlərinə nur qonardı gözlərinə. Söz, söhbəti, naz, qəmzə idi. Mənim üçün bir dənə idi. Bizdə qonaq bir qız vardı, məni təkcə o duyardı. Anlamışdı diləyimi, sevgi dolu ürəyimi, elə doğma mehribandı, canım alan bir canandı. İstərdim, mənim olsun, anam üçün gəlin olsun. Bizim evdə bir qız vardı, hər sözümü tez yozardı. Demirəm ki, o dinc idi, biraz cana nadinc idi. Axtarardı ciblərimi, şeirə dönmüş sözlərimi oxuduqca gülərdim o, istəyimi bilərdim o. Bizdə qonaq bir qız vardı, qəsdən eşqdən söz salardı. Baxıb mənə bilə-bilə söz atardı gülə-gülə. Deyərdi ki, divanəsən, yazıq oğlan, nə gündəsən? Bənzədərdi gah Sənana, gah da məni o məzununa. Bizdə qonaq bir qız vardı, baxışında min naz vardı. Onsuz deyib gülməz idim, hicran nədir bilməz idim. Ayrı düşsəm əgər ondan, çıxmaz idim qəmli də ondan. Sanırdım ki, bəxtiyaram, inanmazdım ayrıladım. Bizdə qonaq bir qız vardı, hərdən nəğmən oxuyardı. Seçib sevən mərd olar, sevməyən namərd olar. Sevəsən, ayrılasan, bax bu yaman dərd olar. Duymaz idim bu nəğməni, sınayırmış deməməni. Ayrılığı bilirmiş o, fəqət mənə demirmiş o. Çoxdan qoyub məni yalqız, Aysel xanım, daha gəlmir bizə o qız. Daha gəlmir bizə o qız. Çox gözəl bir şeirdir. İnanın ki, siz bu şeiri, ümumiyyətlə siz mənim yadımda bu şeirlə qalmısınız. Çox sağ olun, var olun. Təşəkkür edirəm. Səmimi fikirləriniz üçün minnətdaram. Sözüm yoxdur. Sözün yoxdur, mənim sözüm var. Akşin müəllim, bax, fərqli mövzulara toxunursunuz, hər mövzuya toxunursunuz ümumiyyətlə. Son dövrlərdə necə düşünürsünüz? Şairlər hansı mövzulara daha az müraciət edirlər, hansı mövzular kəsatlıq təşkil edir və düşünürsünüz ki, müraciət olunmalıdır bu mövzulara? Yenə qeyd edirəm, mən həvəskar şair kimi. Böyük şairlərimizi çıxmaq şərt ilə, bəli, bu günləri sosial şəbəkədə yer alan bir çox şairlər də var, orada gözəl, dəyərli qələm sahibləri var. Amma duyğular, fikirlər azdır. Vətənpərvərlik mövzusunda bu günləri bizə vacib olan ən böyük, belə deyək, səmt vətənpərvərlik, hansı ki, torpaqlarımızın 25%-i işğal altdadır. Nə qədər şəhidlərimiz var, nə qədər ərənlərimiz, yiğitlərimiz var. Bunlar haqqında əslində o 4 günlük aprel döyüşləri oldu. Böyük bir tarixdir. Şanlı bir tarixdir. Bunun haqqında ki, özüm qarışıq. Bu mənada deyirəm ki, mən şair deyiləm, mən şeir yazıram. O 4 günlük aprel döyüşlərini bacarıb, özünü cəmləyib, böyük bir əsərlər yaratmaq olar. Aprel döyüşləri bizim üçün böyük bir salnamədir. Bu mənada deyirəm. Haradasa düşünürəm ki, vətənpərlik mövzusuna biz bu anlarda daha çox yol verməliyik. İcazə versəz elə bu mövzuda bir şeirə toxunardım. Buyurun. Yaralı yerimizdir, təbii ki, bizim vətənimizlə bağlı, ərazilərimizlə Eşidək, daha bağlı. sonra da bu kitablarınızın adlarından danışarıq biraz. Baş üstə çatdıraram. Bir şeir səsləndirəcəm. Bu günləri xəritəmiz düşündürür bizləri bir qartala bənzədir. Amma əslində bizim 410 min kvadrat kilometr ərazini bir əhatə edən zamanında xəritəmiz olub, ərazimiz olub, Azərbaycanımız olub. Bu mənada yazdığım bir şeirdir ki, çoxları göstərib son xəritədə qartala bənzədir Azərbaycanı. Tərif də vururlar güya hərbədə, heyrətə salmışıq bütün dünyanı. Deyirlər qartalın başıdır başı, cənubu, şimalı qanatlarıdır. Eləsə baxın siz, qanatlar axı illərdir kəsilib, çox yaralıdır. Sağ qanat yaranı İrandan alıb, ağrısın Təbrizim, Zəncanım çəkir. Sol qanat yaranı İvandan alıb ağrısın, əzabın Dərbəndim 4 yanım çəkir. Arxadan erməni gürcü zopası, xaincə yıxıbdın Azərbaycanı. Alınıb Borçalı Qazaq qəzası, o güllü,
O göyçək, göyçəmiz hanı? Qarabağ cənnətdir, yoxdur əvəzi. Adını çəkəndə yanlam hər dəfə. Vermişik Zəngəzur, Dərə Ləyəzi, Naxçıvan düşübdün indi hədəfə. Qaytar bu yurtları qoy öz yerinə. Sonra bax yurduna necə vardısa, Qartala bənzəyən təzə xəritə, köhnə xəritədən qısadır, qısa. Cənubu, şimalı birləşsə burada, görərsən vətəni olduğu kimi Qartal yox. Baxarsan, onda bu yurda dünyanı tutacaq bir ordu kimi. Mən yurdumuza, Azərbaycanımıza vahid bir Azərbaycan dövləti arzulayıram. O Azərbaycanı ki, 410 min kvadrat kilometr ərazini əhatə edib, şimallı, cənublu bir Azərbaycan arzusuna yaşayıram. Bu mənim arzumdur. Amin. Amin, bəli. Və şeirdən öncə biz dedik ki, bu kitablarınızın adlarından biraz danışaq. Kitabların içində şeirlər çoxdur. Amma o şeirlərdən sadəcə biri... Ümumiyyətlə 2 kitabınız var, Akşin müəllim. 2 kitabım nəşr olunub, Asil xanım, Pərvin bəy. Və nəşr olunacaq yazılarım var. Biraz etiraf edəcəm. Burada nə var ki, yeni kitab çıxartmağa maddi imkanım yoxdur. Təbii ki. Maddi imkanım yoxdur əlimdə. Demək olar ki, elə gündəlik, çünki yaxşı pis öz fikirlərim, şeirlərim yaranır hər bir sahədə. İstər belə də elə gündəlik həyatımızla bağlı, vətənpərvərlik mövzusunda, mən əsasən vətənpərvərlik mövzusuna müraciət edirəm, ya sevgi şeirləri. Yəni kitab çıxartmaq üçün maddi cəhətdən zəifliyim var, yoxsa yəni kitab... Siz belirində o zamana qədər yazdıqlarınızı bir araya toplayın. Mən düşünürəm ki, 3-cü kitab 2017-ci ildə mütləq nəşr olunacaq. Mən də çalışacağım inşallah, təbii ki. Efirimizi artıq yavaş-yavaş yekunlaşdırırıq və studiyamızın qonağı var. Aha. Qonağımızla söhbətimizə davam edəcəyik, amma bizim Instagram profilimizə gələn rəyləri var. Tamaşaçılarımızın fikirlərini də səsləndirək ki, bizdən küsməsinlər. Həmid Alxaslı yazır, həftə sonu çox yaxşı keçdi. Ey Allah, hər zaman belə olsun. Elşan Səfərov yazır, sabahınız xeyir, hər zamanki kimi hər işimiz yarım-yarımçıq qaldı. İşdən istirahətə vaxt ayırmaq olur ki, amma belə də çox şükür, əziyyətli olsa. Sizə də uğurlar, çalışın, hər zamanki kimi təzə mövzular olsun. Sizlərə qoşula bilək. Ey Allah, təşəkkür edirik fikirlərinizə görə. Çox sağ olun. Və qonağımız da buradadır. Söhbətlərimiz son dəqiqələr, hardasa 5 dəqiqə falan qalıb verilişimizin yekunlaşmağına və son dəqiqədən yaxşı istifadə etmək lazımdır. Elə kitabların adından danışırdıq az öncə. Bir kitabda çox sayda şeirlər olur, amma biri sanki bir brend olaraq üzə çıxır. Pərvin bəy, ilk kitab Tanrı bizi bağışlamaz adı ilə çıxıbdır. Əslində elə burada bir çox şeirlər vətənpərvərlik mövzusunda belə deyək, yer alan şeirlərdir. Və kitabın adı ilə bağlı onu da çatdırım. O zaman yazdığım bir şeirdir, Tanrı bizi bağışlamaz. Tutduğumuz bu yol ilə Tanrı bizi bağışlamaz. Bu günahla, bu suçla Tanrı bizi bağışlamaz. Və sonralar düşünürəm, bəlkə redaksiyaya qayıdırıq, Asil xanım. Sonralar düşünürəm, bunu hətta mənə oxucu nöqsan tutub və təbii ki, onu qarşılıq qəbul eləmişəm. Çox doğru da buyurur ki, mövzu vətənpərvərlik mövzusundadır və torpaqlarımızın işğalı ilə bağlı dərd fikri orada səsləndirilirsə, vətən bizi, mənə verdiyi sualdır, vətən bizi bağışlamaz olsa necə idi? Baxıram ki, haqlı rahat, daha doğru fikirdir. Və əgər mümkün olsa o şeirini təbii ki, çalışacağım ki, növbəti kitablarda işıqlı görsün və vətən bizi bağışlamaz adı ilə geçsin. Bu kitabın adı oradan yaranıb və ikinci kitabda Pərvin bəy, ola bilər ki, şeir həzminə görə balacadır. Burada əsasən sevgi şeirləri yer tutub. Sənsizliyi duyacağım adlı kitabdır. Yəni, kitab bu cür yaranıb, bu cür adlanır. Yəni, insan hisslərinin, qəlbdə baş verən təlatümlərin təcəssümüdür bu kitab. Bəli, bəli. Nəsə, Akşin müəllim o mövzudan biraz qaçır. Həqiqətən çox qaçır. Asta keçir. Bilmirəm, yaddaşında heç də yaxşı xatirələrlə qalmayıbmı sevgi, yoxsa... Yox, əksinə. Bəlkə də mən düşünürəm ki, ən gözəl sevgini siz yaşamısınız. Mən elə düşünürəm. Niyə hər kəs düşünür ki, onun sevgisi ən mükəmməl sevgidir? Bax, onu mən deyə bilmərəm. Yox, onu mən deyə bilmərəm. Təbii ki, çətin bir sualdır. Yaşadığımız hisslərdən yəqin ki, irəli gəlir. Mənim üçün düşünürəm ki, ən ülvi sevgi mənim sevgim olur. Bəlkə bir şeir səsləndirim. Səsləndirin. Yenə mi incidin? Yenə mi küstün?
Küsübdən ha məni incidən gözəl. Sən mənə nə qiymət verirsən, verək. Mən səni sanıram incidən gözəl. Həkimsən, bir soruş səhhətim nədir? Kəsirim kəmimlə qəhətim nədir? Ha, günahım, nöqsanım, qələtim nədir? Axı deyə nə elədim mən sənə gözəl? Ant verirəm sənə bircən Allahı. Anlaya bilmirəm nə olub axı. De, hansı maddə ilə hansı günahı bu qoyursan boynuma indi sən gözəl? Mən sənə bənzətdim ətirli gülü. Deyirdim bu gülün mənəm bülbülü. Qoyub da sən məni boynu bükülü. Oldun mu bəs orada indi şən gözəl? Küsüb də ha məni incidən gözəl. Allah xoşbəxt eləsin. Ümumiyyətlə, çox vaxt bilmirəm, nəyəsə ya gecikirik, ya tələsirik. Gecikdiyimiz və tələsdiyimiz vaxt zamanı, insanları və nəyisə günahlandırırıq. Ancaq heç vaxt özümüzdə səhv görmürük ki, bu bizim seçimimiz olub. Əlimizdə olanda dəyərləndirmirik axı. Belə düşünürəm ki, insan nəyisə yaşayırsa, deməli bu onun seçimidir deyə yaşayıb. Və yaxud da sonradan bəlkələr və kaşkilər həyatımızı bürüyür. Kaşkilər, kaş o kaşlar olmayaydı. Aysel xanımla Pərvin bəy o zaman şənbə səhərində olanda da Aysel xanım verilişi elə şəkildə aparırdı ki, əslində canlı verilişə çıxmaq biraz iştirakçı üçün çətindir. Sizlərə baxmayın, gündəlik bu işin içindəsiniz. Aysel xanım o zaman da verilişi ilə apardı ki, mən o həyəcanı o zaman itirdim və orada bir məqama toxundu, kaşlar. Kaşla bağlı söhbət elədi və bir şeirim vardı orada, elə onu səsləndirdim. Deyirdi, zamanımız az qalıb. Mən elə o mənada peşmançılıq çəkirəm. Kaşları kaş belə məqamlarda işlədək ki, kaş bu verilişin sonu gəlməyəydi, zamanı bitməyəydi. Nə ola sonraki kaşlar olmayaydı kaş. Daldan topuğa dəyən daşlar olmayaydı kaş. Ürək üzgün kədərdən, qaçmaq olmur qədərdən, üzdə, gözdə qəhərdən yaşlar olmayaydı kaş. Sirdaşdır kim ilə, qardaşdır kim ilə, ev yıxan himcim ilə qaşlar olmayaydı kaş. Sonda belə idi ki, sonunu yadımdan çıxartdım. O boş başı bu bədən, akşin gəzdirir nədən? Başı daşa bənzədən, başlar olmayaydı kaş, daşlar olmayaydı kaş. Kaş zamanımız bitməyəydi, kaş sözü bax belə məqamlarda deyək inşallah. Və belə bir söz də var idi. Kaş bitməyəydi, ancaq Kaşkilər, bəlkələr həyatımızı məhv edən kəlmələr. Kəlmələr və mən elə düşünürəm ki, sadəcə və sadəcə bunlar bəhanələr. Doğrudur. Biz də burada qafiyə yaratdıq. Təşəkkürlər Akşin müəllim, çox sağ olun. Çox sağ olun, Zamanımız artıq yekunlaşdı. Siz Bugün özünü şair adlandırmasa da bizim üçün həqiqətən o bir şairdir. O özünü həvəskar şair adlandırır. Gün o gün olsun, biz növbəti dəfə dəvət edəndə onu şair kimi təqdim edə bilək və efirimizi artıq yekunlaşdırırıq. 2 saatınızı ayırıb bizə baxdığınıza görə minnətdarlığımızı bildiririk. Görüşmək ümidi ilə özünüzdən müğayət olun. Və növbəti verilişdə yenə görüşəcəyik. Həftənin Sabah 3-cü günü. həmkarlarımız burada olacaq. Yenə maraqlı mövzu, maraqlı sujetlər və çox belə deyək də dəqiq və dəqiq xəbərləri siz məhz bu səhərdə Təbii ki, bolluca xəbər təqdim edirik, sujetlər də təqdim edirik. Sizi maraqlandıran hər nə varsa 2 saat müddətində bu səhərin efirindən əldə edə bilərsiniz. Bu gün də əldə etdikləriniz yəqin ki, sizin xeyrinizə yarayacaq. Hələlik. Hələlik.